Yaxşı, firqələr bölməsində biz keçən dərsdə artıq demək olar ki, Qadiyaniyələr firqəsini tamamladıq və bildik, danışdıq ki, yəni Qadiyaniyələrdə, yəni o birisi batıl firqələr kiməkdən də, necə deyərlər, onların inhafları, batılliyi çox aydın idi, yəni heç bir şək şübhə yox idi və batilliyə də artıq biruzə vermişdi. Həmçinin dedik ki, onun ölümü də çox, necə deyərlər, özünə layiq bir sifətdə ölmüş, hansı ki, o taharətdə, taharət bahirə çıxan zaman o cürdə halda ölmüşdü. Və bu da Allah Subhanahu taala o ölümü ona layiq görmüş, o insan da o cürdə bu həyatdan da getmişdi. Və bugünkü gün də inşallah biz yeni müasir firqələrdən bir hansı ki, sufiliklə bağlıdır və sufilik haqqında danışacağıq. Düzdür, sufilər haqqında demək olar ki, məlumat çox böyükdür. Çünki ümumiyyətlə sufiliyin haqqında demək olar ki, kitabın demək olar ki, yarısıdır. Niyə görə? Çünki ümumiyyətlə sufilik çox böyük ixtilafa malik bir firqədir. Niyə görə? Çünki başqa firqələr, məsəl üçün Duruzlardır, Nuseyriyalardır, Qadiyaniyələrdir, Şeyxlər, bütün bu firqələr aydın məsələdir ki, 2 əsrdə törənən firqələrdir. Xüsusən də onlar, Batiniyalar, Rafiziyalar, 12 imamlardan hamısı bir-birinə qarşı firqələrdir ki, hansı ki, bəzi etiqadlarda bunlardan hamısı birdir. Ancaq bu sufilik firqəsi, sufilərin firqəsi isə çox geniş bir ixtilafdır. Niyə görə? Çünki bunun əslinin hətta nəyə qayıtdığın aydınlaşdırırlar. Alimlərdən bəziləri eləsi var, deyir ki, bu birbaşa qayıdır sahabələrin vaxtına, bəziləri ki, tabinlərin vaxtına və ümumiyyətlə bütün bu ixtilaflar və bu sufilik haqqında olan bu məlumatlar onu göstərir ki, bu ixtilaflar onu göstərir ki, həqiqətən də çox geniş bir firqədir və bu gün də demək olar ki, bunlar həddindən artıq çox sürətlə yayılmaqdadırlar. Və bunların da mövcud olduqları yer demək olar ki, bugün Türkiyədə artıq 60-dan çox sufi təriqətinin qolları mövcuddur. Həmçində İraqda da var idi bunların qolları, Suriyədə var, Şamda var, Saudiyyənin özündə də az miqdarda olma yanaşı da var, başqa dövlətlərdə də var. Çünki hətta bəzi alimlər, sufilik haqqında yazan bəzi alimlər deyir ki, ümumiyyətlə sufilik elə bir firqə idi ki, Nasrani də sufi var idi, Yahudi də sufi var idi, Buddist də sufi var. Yəni görürsən ki, niyə görə? Çünki hər bir batil eləncə idi ki, bunlarda da bəzi, necə deyərlər, əqidələr var ki, başqa firqələrlə uyğun gəlir. Məsəl üçün, cihadın olmaması, çünki sufilərdə cihad yoxdur. Hansı ki, bu firqələrin də ən çox yayılmasının səbəb də demək olar ki, xarici qüvvələr səbəbi. Niyə görə? Çünki o firqədə hansında ki, cihad yoxdur, ondan sonra əsas, necə deyərlər, İslamı yaymaq metodları yoxdur. Şək yoxdur ki, aydın məsələdir ki, bunlar İslamın düşmənlərin səbəbi ilə bunlar, bu metodların, bu dinlərin yayırlar. Və ona görə də inşallah bugün sufilər haqqında danışacağıq və əvvəla sufilərin deməli azmaqları barəsində. Və şək yoxdur ki, sufilik elə bir firqədir ki, orada görürsən ki, düz əqidələrinə görə onlarda şeyxlərinə uyğun əqidələri var, ondan sonra Allahla bağlı əqidələr var, Peyğəmbərlə bağlı onların batıl əqidələri var və bütün bunlar, onların əqidələri onu göstərir ki, bunların ümumiyyətlə firqəsi tamamilə batıl bir firqədir və onların bəyanlığında isə şək yoxdur ki, inşallah hissə gələcək onlar haqqında. Ən birinci halda isə bu sufilər demək olar ki, görürdün ki, ilk vaxtlarda, ən birinci təzədə çıxan vaxtlarda bunlarda ümumiyyətlə çox elə də batilliyə, yolu getmədilər. Əsas məqsəd onlarda tərk-i dünyalıq idi. Tərk-i dünyalıq idi, zühdülük idi ki, hansı ki, onlar da baxımdan biraz azğınlığa yol vermir. Çünki onlar bəzi hallarda görürsən ki, ilk sufilərin sahablər olduğunu meydana gətirirlər ki və deyirlər ki, əhl-i sufə var idi. Peygəmbərin bu gün də onun yeri mövcud. Peygəmbərin ev meclisinin arxasının arxa hissəsində əhl-i sufəsinin yer düzəlmiş, hansı ki, onların üstü xurmalıqdan idi və 400-ə yaxın sahibi var idi ki, evi eşiyi yox idi. Onlar deməli bu əhl-i suf əhli idi. Orada qaldılar və onların evləri, eşikləri, işləri yox idi və sadəcə kimin nəyə imkanı çatırsa, deməli orada meclisin içində onlar ip bağlamışlar. Kimsə gəlib orada xurma və başqa şeylər qoydular. Bu insanlar, kasıb insanlar idi. Ancaq bu da o demək deyildi ki, bunlar dünyanı tərk eləmişdilər. Bu çox batıl bir fikir. Niyə görə? Çünki hədislər gəlib ki, onlara aparır evlərinə ət verirlər, başqa yemək, onlar ondan üz döndərmirdilər.
Onlara gəlib nəyisə verəndə üz döndərmirdilər. Niyə görə? Çünki onların olanı o idi. Onlar yaxşıdan üz döndərməmişdilər. Çünki Allah Quran-ı buyurur ki, وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا Dünyanın öz payını unutma yine. Və onların da olanları o idi. Yəni qarışdırmaq lazım deyil ki, onlarda var idi, üz döndərmirdilər. Onların sadəcə olanları o idi. Olsaydı üz döndərməzdilər. Başqa sahabələr görür ki, varları, dövlətləri var, gözəl minikləri var idi, 2-3 zövcələri var idi, yaxşı minikləri var, yaxşı evləri var idi, yaxşı bağları var idi, bostanları var idi, xurmalıqları var idi. Yəni onların var idi, istifadə edir. Bunların da yox idi. Hansı ki, Allah Quran-ı buyurur ki, Tafidu minəddəmə həzənə əllə yəcrümə tunfiqun. Deyir, onların gözləri yaşdan dolurdu. Niyə görə? Heç bir şey tapmırlar ki, nəfaq eləsinlər. Bu nəyi göstərir? Bu ay onu göstərir ki, onlar sədəqə yardım eləmək, sədəqə vermək istəyirdilər, amma yoxları idi. Amma bugünkü sufilərsə elə etiqadadırlar ki, onların varları idi eləmirlər. Xeyr, bu batıl sözdür. Çünki əgər var idisə eləmirlərsə, onda bura birinci növbədə Əbu Bəkir daxil olardı, Abdurrahman ibn Avf daxil olardı, Ömər daxil olardı. Niyə görə? Çünki bunların var dövlətlər var və onlar da ondan istifadə edirdilər. Sadəcə bu Əhl-i Suffanın cəmaatında isə, yəni kasıb sahabələr, fərqlilərdə isə bu var dövlət yox idi. Ona görə də onlar ondan istifadə edə bilmirdilər və baxımdan da onlar demək olmaz ki, onların varları idi, onların yoxları idi. Və bu baxımdan da onların tərifinə gəldikcə, sufilərin tərifinə gəldikdə isə ümumiyyətlə, bəzi alimlər deyir ki, bu lüğəti mənası suf sözündəndir ki, hansı ki, bu da bir neçə mənaya qaydır. Onların mənalarından biri də odur ki, heyvanın yunu deməkdir. Heyvanın yunu deməkdir ki, onda suf deyilər, yun deyilər ki, heyvanın yunundan hazırlanmış paltarlar idi. Yəni, onların güya əyinlərində o paltarlardan var idi. Və ikinci də bu lüğəti mənası ona qaydır ki, yayılma deməkdir. Yəni, oxun hədəfdən yayılması, yəni suf sözü mənası da oxun hədəfdən yayılmasıdır. Amma İslahın mənasında isə, yəni bu firqənin yaranmasında isə düzdür, bir çox alimlər, necə deyərlər, bəzi rəylər buyurmuşlar ki, hansı ki, bu rəylərin çoxuna da İbn Teymiyyə rəhməhullah da rədlər qaytarmışdır. Və birinci onların, yəni alimlərin dediyinə görə sufi sözü tasavvuf sözdən əmələ gəlir ki, hansı ki, əməllərini yəni Allah Subhanahu taalaya yönəltmək və dünyadan zahidlik eləmək və dünyanın nemətlərindən üz döndərmək və tavazəşarlığa meyl göstərmək və insanın necə deyirlər, şəhvətə səbəb olduğu bütün nemətlərdən üz döndərmək. Yəni birinci bu sufilik bu deməkdir. Və ikinci isə bəzi alimlərin dediyinə görə bu sufilik isə onların yun giyməklərinə qaydır. Hansı ki, onlar özlərini yundan paltar giyindiklərindən bunlara bu sufilik ona görə deyilir. Və üçüncü rəy odur ki, bəzi alimlərin rəyinə görə bu sufilik sözü safa sözünün əmələ gətirir. Safa da təmizlik deməkdir ki, hansı ki, onlar bütün qəlbləri təmiz olduğunu, əməlləri sırf Allah rızasına olduğundan bunlara bu ad verilir. Və dördüncü rəy odur ki, bunlar suf sözü Əhl-i Suffadan əmrə gəlmədir ki, hansı ki, kasıb sahabələrin demək olar ki, Əhl-i Suffada yaşadıqlarından, orada yaşadıqlarından bunlara Əhl-i Suffa deyiblər. Niyə görə? Çünki suf o yer adı idi, yəni üstü xurma liflərindən idi və burada ən kasıb sahabələr gəlib bura yığışırlar və bu axından da bunlara Əhl-i Suffa deyilir. Və beşinci rəy odur ki, bunlar birinci səhvdə olduğundan bunlara sufi deyil, yəni saf-ül əvvəl, yəni birinci səhvdə namazların birinci səhvdə qıldıqlarından bunlara sufi deyirlər. Və altıncı rəy odur ki, bunlar bir qəbilə var ki, Bəni Sufə qəbiləsi var ki, güya bu sufilər onlara nisbət olunur. Hansı ki, ümumiyyətlə, bu qəbilə də cahiliyyədə yaranan bir qəbilə idi ki, hansı ki, müasir sufilər özlərinə bu ləqəbi qoymağa, yəni özlərinə ar sayırlar. Özlərinə bu ləqəbi ar sayırlar. Və yedinci səbəb odur ki, sufi o kəsdir ki, Allah Subhanahu taalanın seçdiyi məxluqatlardır. Yəni, sufilər Allah Subhanahu seçdiyi məxluqatlar. Düzdür, bu rəylərin çoxuna demək olar ki, İbn Teymiyyə rədd qaytarıb, hansı ki, Əhl-i Suffa odur ki, əgər o Əhl-i Suffa nisbətləri bunların düz deyil, çünki əgər ora nisbət olsaydılar onlara sufafi deyərdilər. Yəni, sufi yox, sufafi deyərdilər və həmçində başqa məsəl üçün əgər onlar da Allah Subhanahu seçilmiş məxluqatları olsaydı, onda da onlara safavi deyirlər. Sufi yox, safavi deməliydilər. Və İbn Teymiyyə buna baxanda isə
Həmçində görürsən ki, Nasrani alimlər var ki, onlar da bu demək olar ki, sufiliyi Yunan hikmətinə aid olduğunu deyirlər ki, hansı ki, güya deyirlər ki, o Yunan dilində Sofiya deməkdir, Sofiyada yəni Yunan hikmətidir. Yunan hikmətidir ki, bunu da Nasrani alimi bu deyir ki, hansı ki, bu da o deməkdir ki, bu Nasranilərdən də yəni sufi olanlar var idi ki, yəni görünür ki, bu Nasranilər də bu sufilər haqqında çox yəni böyük ehtimam göstəriblər. Amma İbn Teymiyyanın rəyinə görə isə düzgün rəy odur ki, həmən bunlar sufi özlərinin yun giyinməklə, sufdan paltar giyindiklərinə görə bunlar yəni sufi deyiliblər. Və şərh odur ki, ümumiyyətlə İbn Teymiyyanın bu sufilər barəsində çox böyük rədləri var. Həmçinin bundan sonra İbn Teymiyyadan sonra onun tələbləri İbn Qeym kimi, İbn Kəsir kimi, Zəhəbi kimi yəni o sufilərə çox böyük yəni, rəddlər qaytarmışlar. Çünki ümumiyyətlə görürsən ki, bu sufilər ümumiyyətlə ibadətlərində yəni məşhur idilər, ibadətləri onların tanımışlar idilər. Ona görə o zamanlar misal çəkən deyirlər ki, fiqhul kufi və ibadətul basra, yəni Basrəllər yəni çox gözəl ibadət edirlər. Çünki Basra əhli də, yəni Basra ümumiyyətlə Ömər rəziyallahu vaxtında tikilir və İbn Teymiyyanın rəyinə görə isə ən birincidir sufi sözü ümumiyyətlə Həsən el-Basrın tələbəsi olan Abdülvahiddən çıxır. Yəni Abdülvahiddən ən birinci bu söz o zaman çıxır. Abdülvahid deyir, Həsən el-Basrın tələbəsi hansı ki, bu Abdülvahid özü ibadətdə, ondan sonra zühdlükdə, yəni başqa insanlardan yəni çox yəni fərqli idi. Həmçində görürsən ki, bəzi sufi alimləri də var ki, görürsən ki, sufiliyi təmizliyə çıxartmaqdan ötəri cüzbəcüz təriflər qoyurlar ki, güya sufiliyi mənası bu deməkdir və ya başqa şey deməkdir. Əslində isə, yəni görürsən ki, bu ixtilaf da ondan gətirib çıxardır ki, bunların özlərini yəni keçmişlə bağlamaqlarından ötəri. Yəni onlar özlərini demək olar ki, ən birinci sahabilərlə bağlayırlar. Və o zaman ki, müəllif bölmə gətirir, bir sufilərlə, yəni müasir sufilərlə Peyğəmbər vaxtında əhl-i sufan arasında əlaqə var yoxsa yox. Və şək odur ki, müasir sufilər, həmçində ilk sufilər özlərini əhl-i sufana əlaqə olduqlarını göstərirlər. Nə barədə? Çünki onlar iddia edirlər ki, yəni əhl-i sufa, hansı ki, Peyğəmbər vaxtında ki, əhl-i sufa idi, onlar da bugünkü sufilər kimi zahid idilər, dünyadan zahid idilər. Yəni dünyanın nemətlərindən üz döndərmişdilər. Qadınlardan üz döndərmişdir, o əhl-i sufadan evli olanı yox idi və dünyanın şəhvətindən üz döndərmişlər, şöhrətlikdən üz döndərmişlər. Və baxımdan da bugünkü sufilər də özlərini yəni bu cür sayırlar və onlar bu baxımdan özlərini yəni ilk sufilərlə, yəni əhl-i sufa ilə, yəni Peyğəmbər vaxtının əhl-i sufa ilə özlərini bir tutmağa çalışır. Yəni bu sufilərlə o əhl-i sufanın arasında əlaqə olduğunu bildirirlər ki, hansı ki, alimlərin çoxsu bunlardan üz döndərmişlər, buna rədd qazanmışlar. Niyə görə? Çünki ki, bugünkü sufilərlə həmən o əhl-i sufanın arasında heç bir əlaqə yoxdur. Və bundan əvvəl dediyimiz kimi, niyə görə? Çünki bugünkü sufilər özlərini o formaya salırlar, bilə-bilə pis giyinirlər, cındır, yəni iç gündə paltarlar giyinirlər, iç gündə paltarlar giyinirlər, yəni təmizliyə fikir vermirlər. Hətta onlar özlərinin övliyə olmaq dərəcələrini kim daha çox çinməsə daha yaxındır. Yəni bu cür şeylərlə meydana gətirirlər. Ondan sonra özlərinin zövcələri olduğu halda onlardan üz döndərirlər və görürsən ki, var dövlətlərin üz döndərirlər və özlərini də neynirlər? Əhl-i sufa ilə bir tutmaq çalışır. Amma həqiqətdə isə həmən əhl-i sufa isə bunların dediyindən tamamilə uzaq. Niyə görə? Çünki əhl-i sufanın zövcələri yox idi. Niyə görə yox idi? Çünki onların pulları yox idi evlənmək, imkanları yox idi. Və görürsən ki, onların yeməkləri yoxdur. Onlar nəinki ət, baş yeməkdir, onların xurma yemək sinəkləri yoxdur. Niyə görə? Çünki onların maddi imkanları yox idi. Ancaq onları hansı sahiblər, Əbubəkr kimi başqa sahiblər onları evlərinə aparanda qonaqlığa onlar üz döndərmir. Gelirdilər də, yeyirdilər, içirdilər də. Verən paltar versək götürüb giyinərdilər, üzlə döndərməzlər. Və bugünkü sufilər isə yəni bu baxımdan yanlış eləyiblər, hansı ki özlərini, yəni əhl-i sufanın bir tutlar ki, bu da yəni çox batıldır. Çünki bugünkü sufilərlə, necə deyirlər, həmən əhl-i sufa ilə heç bir əlaqələr yoxdur. Allah tutarım ki, bunlar özlərini onun əlaqədə saxlamaq istəyirlər ki, yəni güya bunların ibadətləri, zühdliyi onlarla bir idi, ancaq əqidə barəsində isə bugünkü sufilər tamamilə batıl əqidə daşıyırlar. Onlar, demək olar ki, onların batıl əqidələrindən biri demək, qeybi bilmələridir, ibadətdə yüksək dərəcələrə çatmalarıdır. Şeyxləri o qədər bunların yüksək dərəcəyə çatır ki,
Hətta bütün ibadətlər bunun boyuna düşür. Bu da həqiqətən də batildir. Hansı ki, bu insanı dindən çıxadan əməllərdən biri. Hansı ki, onlar elə iddia edirlər ki, güya bunların şeyxləri o səviyyə çıxandan sonra qeyb açarları gəlir bunlara. Yəni artıq Allahla ünsiyyətə girirlər, danışırlar və başqa bizat küfrə çıxan əməllər. Hansı ki, əgər sahabələrin vaxtında isə belə bir şey yox idi, belə bir etiqad da yox idi. Və bu da onların ilk əhl-i sufa ilə əlaqələrin olmamasına gətirib çıxardır. Və onların adlarına gələndə isə, əhl-i sufilərin adlarına gələndə isə, ən birinci onların ən məşhur adlarının biri də sufili idi və dedik ki, sufili də, niyə görə sufili adlarını bu barədə, alimlər, İslahın mənasını dedik ki, sufili var, güya onlar yüngindiliyinə görə, güya birinin səhvdə olduğundan, bunlar hamısı batildir və düzgün rəy odur ki, İbn Teymiyyə də bunu racih çıxardı ki, bunlar sufi ona görə adlanırlar, çünki bunlar Yunnan giyindiləri paltarlarına görə, Və bəzi alimlər deyir ki, bunlar ümumiyyətlə ən birinci sufili yarananda, hansı tabinlərin vaxtında yarananda, o zaman ki, deyir ki, bəzi qrup insanlar var ki, Basrada bir qrup insanlar var idi, alimlər var idi ki, o zaman ki, gördülər ki, insanlar dünyaya, allanıblar, dünyanın naz nemətlərini şəhv edilmə allanıblar. Bunlar istədilər ki, insanları, necə deyərlər, dünyaya zahidli eləsinlər, dünyaya zühdli eləsinlər. O axımdan həmən alimlər başladılar, ola ki, yundan paltar giyməyə, ondan sonra dünyanın nemətini üz döndərdilər ki, hətta insanlar dünyaya allanmasınlar. Və bu da bəzi alimlər bunu inkar edirlər ki, bu şeyin olmadığını. Ancaq şək yoxdur ki, İbn Teymiyyə rəhməllah gətirir ki, ən birinci, bu sufi sözü ümumiyyətlə deyir ki, Abdülvahid, Həsən Basrinin tələbələrindən biri olan Abdülvahidin səbəbi ilə meydana gəlir. Çünki bu insan artıq ibadətində, zahidiliyində, zühdliyində artıq tanışmış insanlardır. Həmçə bu sufilərin adlarından biri də Ərbabul Həqaiqdir, haqların rəbləri. Nə barədə haqların rəbləri? Çünki bunlar iddia edirlər ki, bunlar ki, o zaman ki, başqa insanlara baxanda çox yüksək ibadət edirlər, çox dediklərinə görə çox ixlaslı ibadət edirlər. Bu cür mənsəbə, dərəcə çıxan insanlar, o insanlar artıq onlar bəzi qeybi məsələlər bunlara haqq olurdu. Bəzi qeybi məsələlər bildiklərindən bunlar özlərinə bu Arbabul Həqaiq, bəzi haqların rəbləri adını özlərinə götürmüşlər. Həmçində bunların adlarından biri də fəqirlər idi. Niyə görə? Çünki bunlar o zaman ki, bəziləri fəqir olduğundan sufli edirdi və bəziləri də varlı ola dünyanın təhkilini edirdi ki, hansı ki, bu sufilərin də təhkil səsinin çoğu da kasıblardan ibarət və baxımdan da bunlara fəqirlər adlandırırlar. Həmçində bunları Xorasanda isə deməli, Şəkfəti adlandırırlar. Şəkfəti də bunlarda dağın adıdır, Xorasanda dağın adıdır ki, həmən bu zahirli eləyənlər o dağlara çəkilirlər ki, güya Peyğəmbər sazan Hira dağında elədiyi ibadət kimi, bunlar da Hira dağında Peyğəmbər necə ibadət eləmir, təkili ibadət eləmirdi, güya bunlar da Peyğəmbər kimidirlər və baxımdan da bunlar həmən Şəkfət adlan dağda ibadət edirlər, baxımdan da onlar Xorasanda bunlar o adla tanınırdılar. Həmçinin bunların adlarından biri də Cov'iyyələrdir. Cov'iyyələr də burada ağaclar deməkdir ki, hansı ki, Şamda bu sufilərə aclar deyilir. Nəyə görə? Çünki daima ac qaldıqlarına bunlara Cov'iyyələr deyirlər. Və bunların başqa adları da var, amma çox geniş olur və əsas bunlar barəsində isə yayılanlar deməli bu adlar idi. Və sufilik məzhəbi nə vaxt çıxdı? Bu bölmə həqiqətən də doğrudan da çox ixtilaflı məsələlərdən biridir. Çünki bunların ixtilafları bəzi sufi alimlərin özləri bu sufiliyin çalışırlar ki, sufiliyi Peyğəmbər dövrü ilə bağlı eləsinlər və iddia edirlər ki, ən birinci sufili elə Peyğəmbər özü olub, dağda tək ibadət eləyib. Sonra da deyirlər ki, bunun sahabilər, əhl-i sufanın cəmaatı bu cür əqdədə olublar, tək ibadət eləyiblər, dünya nemətlərini üz döndəriblər. Amma həqiqətdə isə İslam alimləri, əhl-i sünn alimləri ittifaq eləyiblər ki, Peyğəmbər vaxtında ümumiyyətlə sufilik olmayıb, bu İslamdan sonrası. Ancaq onların izhar olması barəsində isə ən birinci rəy odur ki, alimlər deyirlər ki, bu İslamdan əvvəl tanınıb, sufilik İslamdan əvvəl tanınıb və ikinci rəy odur ki, bu sufilik hicrətin 150-ci ilində meydana çıxıb və üçüncü rəy odur ki, sufilik məzhəbi İslamın hicrətin 189-cu ilində meydana gəlir və dördüncü rəy odur ki, sufilik hicrətdən 200 il sonra, 189 yox, 2 əsr sonra meydana gəlib və bəzə deyir ki, onlar
hicrətdən 200 əvvəl meydana gəlib, yəni İslamdan qabaq meydana gəlib və bəzi deyir ki, onlar sufilik ümumiyyətlə 3 yaxşı fəzilətli əsr var, zaman var ki, yəni hansı Peyğəmbər deyir ki, ən fəzilətli zaman mənim dövrümdə sonra məndən sonra yaşayan, sonra məndən sonra yaşayan, yəni alimlər deyir ki, bu sufilik bu 3 dövrdə yaranmayıb, yəni 4-cü zaman, 4-cü əsrdə yəni yaranıb. Və bəzilərində deyir ki, bu sufilik ən çox yayılıb və 18-ci, 19-cu və 20-ci əsrlər, yəni bu axırıncı 3 əsrlərdə yaranıb, o zaman ki, sufilik tariqaları, yəni sufiliyin yolları çoxlandan sonra. Və bəzi deyir ki, sufilik Peyğəmbər yanında vaxtında tanınmış idi və bu rəydə dedi ki, ən batil rəydir ki, ən batil rəydir ki, yəni Peyğəmbər vaxtında yəni bu sufiliyin yaranması. Və şək yoxdur ki, sufi sözü isə ən çox, yəni danışıqdan çox istifadə olunub bu 3 fəzilətli əsrdən sonra. Və ancaq sufilik barəsində isə demək olar ki, yəni Basranın alimləri var idi ki, yəni Basranın xəlifəsi var idi, qazisi var idi ki, adı da Zurat ibn Offa idi ki, o demək olar ki, bir dəfə sübh namazı da özünün sufi təriqətindən istifadə, yəni özünün mənsub olduğunu bildirirdi. O gün bir gün fəcr namazında Fəidə nuqrə fin naqur, o zaman ki, naqura üfürləndi, naqur çalındı. Bunu oxuyan vaxt deyir, artıq meyit kimi yerə yıxıldı. Və deyir, bunu deyir, bəzi deyir, onun vaxtında olan, orada olan sahabələr bunu inkar elədilər. Çünki bu cür vəsf, bu cür forma ümumiyyətlə, yəni sahabələrdə bu cür yox idi. Və İbn Teymiyyə rəhməhullah deyir ki, bu cür halı olanlar, yəni sahabələrdə yox idi. Yəni sahabələr bu cür halı yox idi ki, onlar bir ayəni oxuyankən bu cür yəni özlərini meyit kimi yerə yıxırdılar. Çünki sahabələrin halları ümumiyyətlə biz İrbad ibn Sariyənin hədisində görürük ki, o zaman ki, Peyğəmbər danışanda bizim deyir, gözlərimiz dolardı və tüklərimiz ürpəşərdi. Yəni, sahabələrin halları belənçiydi. Ancaq bunlar özlərini o qədər quluba çatdırmışlar ki, hətta bir ayəni heç başa düşməsələ də belə özlərini yəni, yerə yıxılıb gedirlər. Yəni, bu da niyə görə? Çünki Basra əhli yəni, ibadətdə, zahidlikdə məşhur idi və baxımdan da ən birinci sufilik də elə Basrada, yəni Basrada meydana gəldi. Və sonra isə bu sufilikdə isə yəni əvvəli düzdür, yaxşı nəticə olsa da, ibadətli, zahidli olsa da, amma sonradan gördük ki, onlar həqiqətən də yəni, çox batil əqidələr daşılar. Batil əqidələrdən biri oydu ki, onlar şeyxlərin məzarlarını ziyarət eləmək, şeyxlərinə səcdə eləmək, hətta o dərəcəyə çatmışdır ki, bu gün də o cür mövcuddur ki, deməli, o şeyxlərin, demək olar ki, çox mundar, yəni hərəkətlər edirlər ki, onlar da bu məsələləri tamamilə şeyxlərinə tabi edirlər. Yəni, şeyxlərini necə deyərlər, yüksək məqamat çatdırmaq, onlara şəriət əhkamlarının onların boyundan salınması, qeybi bilmək, onların məzarına səcdə eləmək, məzarını istəmək, onları ümumiyyətlə qəbirdən istəmək, bu cür şeylərdə görürsən ki, həqiqətən də yəni, bu sufilər çox böyük, yəni qulvə, çox böyük, yəni şiddətlə gəlib çıxmışlar. Və inşallah gələn dərsdə də yəni, sufilər haqqında qalan şeylərdən danışacaq ki, yəni, mövzu çox geniş mövzudur, yəni onların həqiqətliyi barəsində, yəni ən birinci hansı ideya ilə yarandı o firqə, sonra onların əsas əqidələri, ondan sonra onların sufilərin öz şeyxlərində olan mövqeləri, ondan sonra mələklərdə olan mövqeləri, Allah subhanətə olan mövqeləri, Peyğəmbər olan mövqeləri və inşallah çalışaq gələn dəstə bu haqda danışıq qıtaraq və düzünü Allah bilir və sallallahu Muhammedin və aləlim.